Aprelin 23'inde Bakıda ve Abşeron yarımadasında hava değişken bulutlu olacak, tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, lakin gündüz bəzi yerlərdə qısa müddətli yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq. Duman gözlənilir. Cənub-qərb küləyi səhər, şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 9-13, gündüz 15-18 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütun olacaq. Sabah Naxçıvanda da gün ərzində yağış, bəzi yerlərdə isə intensiv yağış ehtimalı var. Temperatur 13-16 dərəcə isti gözlənilir. Azərbaycanın əksər rayonlarında yağıntı ehtimalı yoxdur, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq. Bəzi yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 7-12, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı yeni xəbərdarlıq edir. Bildirilir ki, aprelin 24-25-də Azərbaycanın əsasən dağ-təyə və dağlıq rayonlarında hava yağıntılı olacaq, ayrı-ayrı yerlərdə intensivləşəcək, şimşək çağacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda suluğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarının qısa müddətli sel keçəcəyi ehtimalı var. Aprelin 23-də bəzi bölgələrdə güclü külək əsəcək. Belə ki, Culfa, Ordubat, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq külək əsəcək. Küləyin sürəti saniyədə 20 metrə qədər güclənəcək. Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Hazırda Kürün Zərdab, Kürdəmir və İmişli rayonlarının keçən hissəsində suyun səviyyəsində yüksəlmə qeydə alınır. Mütəxəssislər bildirirlər ki, yağıntıların davam etməsi və suyun bu templə artması bölgədə daşqın riskini daha da gücləndirir. Ərazi üzrə aidiyyatı qurumlar vəziyyəti nəzarətdə saxlayır və mümkün fəsadların qarşısının alınması istiqamətində monitorinq aparılır. Sakinlərə isə ehtiyatlı olmaları və çay kənarına yaxınlaşmamaları tövsiyə edilir.